Azərbaycanı sarsıdan bir qətl, 10 yaşlı məsum bir uşaq və 18 illik həbs hökmü. Amma bu gün də cavabsız qalan suallar var. İlkin Süleymanov həqiqətən qatildir, yoxsa qurban? Hər şey 2019-cu ilin noyabrında başladı. 10 yaşlı Nərmin itkin düşdü. Bütün ölkə onun sağ tapılacağı ümidi ilə yaşayırdı. Amma 47 gün sonra acı xəbər gəldi. Nərminin yanmış meyiti tapıldı. Çox keçmədi ki, kənd sakini İlkin Süleymanov saxlanıldı. İstintaqın versiyası. Qısqanclıq zəminində qəsdən adam öldürmə. İlkin əvvəlcə cinayətə etiraf etsə də, məhkəmədə hər şey dəyişdi. Sonradan İlkin Süleymanov belə deyirdi: "Mənə işgəncə verdilər. Etirafnaməni məcbur imzaladım." Vəkilləri isə sübutların çatışmadığını, evdə heç bir izin tapılmadığını iddia etdilər. Amma məhkəmə fərqli düşündü. Gəncə Ağır Cinayətlər Məhkəməsi ona tam 18 il cəza kəsdi. Bu gün İlkin Süleymanov həbsdədir. Ali məhkəmə hökmü qüvvədə saxlayıb, lakin bir çoxları hələ də soruşur: əsl qatil tapıldımı? Siz bu barədə nə düşünürsünüz? Şərhlərdə yazın.